الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق أجمعين والصلاة والسلام على عبد الله ورسوله وحبيبه وصفيه وحافظ السر ومبرع رسالته سيدنا ونبينا ومولانا أبي القاسم محمد صلى الله عليه وآله وسلم وآله الطيبين الطاهرين المعصومين. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين عليهم السلام. Bir gözüm yaşında mən 100 macəra gizlətmişəm. Bir gözüm yaşında mən 100 macəra gizlətmişəm. Bir sükutumda kaman tək min nəva gizlətmişəm. Bir sənəm eşqi ilə 18 min aləm keçmişəm. Bir əba altında 5 ali əba gizlətmişəm. Saqiya bimar sanma bu qızarmış gözləri, bu iki sağərdə xuni Kərbəla gizlətmişəm. Məstəm, zahirin aldatmasın zahid səni, bu xarabə cisimdə mən gənci təla gizlətmişəm. Dil sənin cövründən afət 100 şikayət etsə də, məşhədi qəlbimdə səndən bir riza gizlətmişəm. Aşıq üçün eşq həm dərddir, həm dərmandır. Yəni dərd içrə təbibim, mən dəva gizlətmişəm. Fəhmi məna eləyənlər ey fənayı şad olar, əhli zövq üçün bu şeirimdə səfa gizlətmişəm. Bu şairin Hacı Gülbalanın ta İmam Hüseyn Əleyhisselamın dəstgahında Əhl-i Beyt məddahları, bizim məclisimizdə də əziz qardaşlarımız Əhl-i Beyti məth edirlər. Allah onların təblərinə Allah bərəkət versin. Allah səslərinə bərəkət versin. Allah dünyadan kösənlər ruhları şad olsun. Salavat zikr edin. Bu məclislərimizdə çiyin-çiyinə namaz qılırdıq. İndi o əziz qardaşlarımız, yaxınlarımız, doğmalarımız aramızda yoxdur. Torpaq əsirliklər, qəriblikdə olanlarımız var. Allah onları salamat eləsin. Dünyadan da kösənlər ruhları şahid olsun. Salavat zikr edin. Allahümmə salli alə Muhammed. Üçüncü salavatı da İmam Hüseyn Əleyhisselamın pak ruhuna hədiyyə edək. Allahümmə salli alə Muhammed və accil fərəcəhum. Keçən dəfə minbərdə buyurduq ki, bu aləmdə hər kimin nəyi varsa Allahdandır. Allahın kəmalındandır. Allahın kəmal sifətlərindəndir. Bizim qüdrətimiz özümüzdən deyil, özümüzü özümüz yaratmamışıq. Gözümüz, dilimiz, yaddaşımız hamısı Allahın rəhmətindəndir, kəmal sifətlərindəndir.
və kəmalının demək olar ki, cilvəsidir. Və biz ki, keçən dəfə dedik ki, görürük, Allah bəsirdir, ona görə biz görürük. Allah eşidəndir, ona görə ki, biz eşidirik. Allah səmi'dir, ona görə biz eşidirik. Hər kimin bir gözəlliyi varsa, Allahın cəmli sifətindəndir. Allah gözəldir, ona görə bəndəsi də gözəldir. Cəmli sifətindəndir. Hər kimin burada izzəti varsa, Allahın əziz adındandır. Yəni, Allahın bu kəmal sifətlərin cilvəsi Allah həmin ki, bəndələrinə verir. Keçən dəfə bunu danışdıq. Müqəddimədə, əvvəldə. Və Həzrət Əli əleyhissalam Kumel duasında buyurur ki, və bir rəhmətikəlləsi vəsiyyət kulli şey. Allahın rəhməti hər şeyi əhatə edir, hər bir şey. Sadəcə bu rəhməti görmək lazımdır. Bu aləmdə hər kim ki bir-birinə kömək eləyir, hər kim ki bir-birinə rəhm eləyir, Allahın rəhmətindəndir. Hər kimi bir-birini bağışlayırsa, Allahın rəhmətindəndir. 100%, əmin olunuz buna. 100% Allahın rəhmətidir. Sadəcə diqqət eləmək lazımdır. Görürsünüz, bir gülü bir nəfərə təqdim eləyin, bir 10 nəfərə, 20 nəfərə təqdim eləyin, qızıl güldən söhbət gedir. O qızıl gülün bəziləri tikanları görəcək, tikanlarını görəcəklər. Bəziləri nədir? Ola bilsin, az hissəsi ya çox hissəsi qızıl gül görsün. Əsas məqsəd qızıl gülü görməkdir, tikanlarını yox. Çox insanlar baxır, amma az insanlar görür. Bir misal çəkin buna. Bunu mən çoxdan bir məqalədə oxumuşdum, sonra da internetdə qabağıma çıxdı. Deyir, bir nəfər hər gün çoxdan söhbətidir. Qədimdə sərhəddən, gömrükdən bir velosiped keçirdir və arxasında bir kisə qum. O vaxtın da gömrük aparatı bu cür deyildi də, bir baxsınlar, bir şey eləsinlər. Bir dəfə, 2 dəfə, 3 dəfə buradan ora aparır, oradan bura aparır. Və bunu bir şübhəli şəxs kimi saxlayırlar ki, biz bu meşoqun içində, kisanın içində sən nə yaparsın hər gün? Torpaq. Boşaldırlar torpağı, baxırlar, görürlər ki, bəli, xalis torpaqdır, qumdur. Yenə kisəsində dolur, çıxır, gedir. Yenə bu öz işi ilə davam edir. Yenə bu şəxsi şübhəli qismində saxlayırlar. Bu dəfə həminki torpağı laboratoriya aparırlar ki, dərindən yoxlasınlar ki, torpağın içində nə var? Niyə aparır torpağı? 100% nesə gizli maddələr var bu torpağın içində. Və laboratoriya müsbət cəhət gəlir ki, bəli, bu xalis torpağın qumdur, heç bir şey, şübhəli bir maddə yoxdur bunun içində. Və bir müddətdən sonra həminki o sərhədçi ilə, gömrükçi ilə bu həminki velosipedi sürən, qumu aparan başqa bir yeri görüşürlər, rastlaşırlar daha doğrusu. Rastlaşanda daha bir-birini tanıyırlar da, hər gün görürlər bir-birini. Bu gömrükçü, bu sərhədçi and verir ki, daha bilmirəm, nəyə inanırsan, inanmırsan, müqəddəs sənə and verirəm sənə ki, o torpağın içində nə vardı, aparırdım. Biz neçə müddət onu biz tapa bilmədik. İndi də şübhəli qalmışıq. Deyir ki, torpağın içində heç nə yox idi. Mən velosiped alverçi içirdim, hər gün gedirdim, velosiped değişirdim. Siz baxırdınız, fokuslanmışsınız nəyə? Torpağa, kisəyə. Amma mən altdakı velosipedi oradan ora satırdım, buradan alıb ora satırdım. Baxırdınız, amma görmürdünüz. Allahın rəhməti eyni ilə bu cürlədir. Eyni ilə bu cürlədir. Baxırıq hər bir şeyə, amma Allahın rəhmətini görmürük. Bayaq Hacıramın mən məclisdə bir gözəl söz idi. Bir nəfər xilas edici, o dəniz qırağında xilas fövqəladə hallar nazirinin xilas ediciləri olur, dalğıcıları. Bir nəfər baxır, onu başlayır ağlamağa. O ağlamalı nə var? Heç bir şey yoxdur ağlamalı. Deyir ki, İmam Hüseyin yadıma düşdü. Sözə baxar. Deyir, İmam Hüseyin yadıma düşdü. O
Orada İmam Hüseyin yada düşər. Bilirsiniz necə? İmam Hüseyin əleyhissalam bu ki, biz günah dəryasına qərq oluruq, İmam Hüseyin əleyhissalam gəlir bizi oradan çıxardır. İkinci dəfə yenə qərq oluruq, bu dəfə batmarıq da, üzməyi bazarlar. Yenə qərq oluruq, gəlir, yenə çıxardır. Görürsünüz? Baxışla baxışın fərqi çoxdur. Mən görürsünüz, orada yadıma düşməz. Bəzi insanlar bu cür Allahın rəhmətini də bu cür görürlər. Ağaca baxır, Allahın rəhmətini görür. Anaya baxır, Allahın rəhmətini görür. Balaca körpə uşağı, qundaqdaşı uşağa baxır, Allahın rəhmətini görür. Qəbristanlığa gedir, Allahın rəhmətini görür. Bu cürlərdir. Bütün, çox insanlar baxır, az insanlar görür. Rəhimliyi görmək lazımdır. Rəhməti görmək lazımdır. Həzrəti Musa aleyhissalam, bilirsiniz ki, Peyğəmbərlərin ən aralarında Allahla çox münada edən, danışan Peyğəmbərlərdən birincisi Həzrəti Musa'dır. Ya Pərverdigarəm, bu nədir? Allah Teala başa salır. Ya Pərverdigarəm, bu nədir? Allah Teala başa salır. Həzrəti Musa Tur-i Sina'da görür bir qadın bir hündür yeri qalxır, özü bir tər ağacdan, koldan, daşdan, bir şeydən tutur, özü qalxa bilmir. Və yanındakı uşağı da nədir? Qucaqlayıb, əlindən buraxmır. Özü yol gedə bilmir, uşağını da buraxmır. Həzrəti Musa deyir ki, ilahi, bu ki, ananın balaya belə ehtiramı var, məhəbbəti var, rəhmi var, bir neçə saniyəlik, dəqiqəlik al bunun əlindən, görək necə yanır. Allah Teala deyir, yaxşı, Musa. Ananın qəlbini, həmki balanın rəhmini alır, məhəbbətini götürür qəlbindən. Ana baxır uşağa, özünə baxır, bir çıxdığı bir hündür yerə baxır, dağa baxır, uşağı atır yerə. Qoyur yerə, özü çıxır. Həzrət Musa görür ki, bəli, uşaq qaldı, ana çıxır, özü də güz bala ilə çıxır dağa. Həzrət Musa xahiş edir, ilahi, elə öz məhəbbətini qaytar. Qaytaran kimi həminki ana öz övladını axtarır. Bir neçə addım, 20 addım, 30 addım gedib ağa qabağa, balası qalıb yerdə. Gedir, tapır onu, bağrına basır, qucaqlayır, öpür, yenə çıxır həminki dağı. Həzrət Musa burada ağlayır ki, ilahi, sənin bu rəhmin olmasa, rəhmətin olmasa, bu ana öz övladına yaxın düşməz. Bu Allahın rəhmətindəndir. Əleyhissalam buyurur ki, Allahın 100 rəhməti var, sadəcə o 100 rəhmətdən birisi dünyaya gəlir. 99'u ahirətdədir. Bilirsiniz niyə? Dünyanın qabiliyyəti yoxdur o rəhməti qəbul edir. Bu boyda ki, Allah Teala bizi bu dünyada öz rəhmətində qərq eləyib, bu hələ 99 yox, 1%-dir. Ya bir dənəsidir və ya belə desə düz bir dənəsidir. 99'u qalıb Allahın, biz bunu ahirət deyirik də, ahirət aləminə. Yəni Allah Teala bu cür Ərhəmər-Rahimindir. Həzrəti Adəm əleyhissalam cənnətdən qovulur, tövbə edir. Ondan sonra Ərəfə çölündə, Ərifatda görüşür. Hacılar, ümrəyə gedənlər görüblər o dağı, təpəni, hündürlüyü görüblər. Orada tövbə edirlər xanım Həvva ilə və Adəm orada öz acizini bildirir ki, şeytanın qabağında mən acizəm həqiqətən, mən nə edeyim? Allah Teala buyurur ki, əgər bir sən niyyət edəsən, bir savab yazılar sənə, əgər o savabı niyyət eləmirsən, əməl eləmirsən. Misal üçün niyyət edirəm ki, sabah məscidə gəlim. Yenə bu vaxtda gəlim, bir saat qazanmışsın. Və həminki niyyəti əncam vermisənsə, əməl etmisənsə, Allah Teala həminki insana 10 saat verir. Rəhmət budur. Və ya həminki insan günah niyyət eləyər. Niyyət edirəm ki, sabah filan məclisə, pis məclisə geləcəyəm, filan yerdə geləcəyəm. Allah Teala ona günah yazmaz, pis niyyətə. Niyyət eləmirsən, ancaq əməl eləmirsən. Və əməl eləyəndə də bir günah yazar sənə. O, bu Allahın rəhmətidir, rəhimliliyidir. Və bu cəza da olmalıdır ya, yəni günah eləmişiksə, elə günah yazılmalıdır. Yoxsa Allahın adlarından birisi də ədalətlidir.
Və bu rəhmətin içində biz qərq oluruq. Usul-i Kafidə səhv eləmirəmsə İmam Sadiq əleyhissalamdan hədis var ki, əgər bir nəfər cəhənnəmə getsə, başqasını qınamasın. Bu rəhmətin içindən özü yol tapıb bu cəhənnəmin içindən. Bu rəhmətin içindən bir dənə özünü cəlb eləməyib Allahın rəhmətindən özünü. Ramazan ayında, Mühərrəm ayında, Ərifə günündə, Zilhəccə ayında o qədər müqəddəs günlərimiz var ki, Cümə günündə, Cümə axşamı ziyarətdə, ümrədə, Kərbəlada, Məşhəddə bu özünü bağışlatdırmayıb. Yəni, heyf olsun o insana. Və bu Allahın rəhmətlərindən birisi də, bilirsiniz kimlərdir? Peyğəmbərlərdir, övliyalardır, bir də imamlarımızdır. Qəribədir, bayaq bildirim ki, Allah Teala 100 rəhmətdən bir dənəsini dünyaya göndərər. Amma Allah Teala yerdən söhbət gedir, yer kürəsindən söhbət gedir, insandan getmir. Amma Allah Teala Əhl-i Beytə, ələxüsusda Əhl-i Beytə, Peyğəmbərimizə 100 rəhmətin 100-ünü də göndərib. Amma yerin qabiliyyəti yoxdur o 100 rəhməti qəbul edən, yer kürəsinin. Korey zəmindən söhbət gedir, yer kürəsinin qabiliyyəti yoxdur. Amma insanın qabiliyyəti var. O da məsumlarımızdır, imamlarımızdır, Əhl-i Beytimizdir. 100 rəhmət bunların içindədir, qəlbindədir. Ziyarətlə kəbirə, camiyə kəbirə duası var, ilahi. Duaları dua kimi oxumayaq qardaşlar. Duaları bir ədəbiyyat kimi oxusaq, görəsiniz ki, səhifə səccadiyə nədir? Ondan sonra camiyə kəbirə nədir? Ondan sonra o qədər dualar var. Şeyx Abbas Qumi zəhmət çəkib, toplayıb bu duaları. Məşhur duaları və ondan sonra məşhur olmayan duaları toplayıb, zəhmət çəkib də oxumaq qalıb bizdə. Və əlhəmdülillah, Azərbaycan dilində də tərcümələr edilib, növbə-növ tərcümələrimiz var, məfatihin. Onları mütləq şəkildə biz mütaliə eləməliyik. Peyğəmbərimizin adlarından birisi də Əbil-Qasimdir. Əbil-Qasimdir. Bu adı Əziz İslam Peyğəmbərimizə Meyracda veriblər. Meyracda veriblər ki, yəni qismətlərə bölən. Bir var, bəli, o da düzdür. Əbil-Qasimin niyə deyirlər? Qasimin atasıdır. Oğlu Qasimdir. Ona görə əb kəlməsi gəlib qabağına. Əbil-Qasimi Muhammed deyirik. Sallallahu aleyhi və səlləm. Bir adı budur, bəli. Oğlu Qasimdir, bu Qasimin atasıdır, Əziz İslam Peyğəmbərimiz. Və Meyracda da Peyğəmbərimizə Qasim niyə deyilib? Qismətləri bölən, cənnətlə cəhənnəmi ayıran. O ki, o dedi ki, 100 dənə rəhmət Peyğəmbərə nazil olur, o bəndələr arasında bölür, Əziz İslam Peyğəmbərimiz. Onların ləqəblərindən birisi Qasimdir. Əhl-i Beyt imamlarımız öz şiyyələrinə qarşı bilirsiniz necədir? Ana balasına necə mehribandır? Söz yoxdur da. Biz Allahın rəhmətindən danışanda ana misalı çəkirik. Dedik ki, Allah bilirsiniz nə qədər mehribandır. Ananın balasına qədər ondan 1000 qat, 100 qat. Kəsrətdir də. 1000 deyirik, 100 deyirik, çox deyirik, milyon deyirik. Və Əhl-i Beyt də bu cürlədir, öz şiyyələrinə qarşı. Çox həssasdır. Mərci-i Təqlid Ayətullah Əbülhəsən İsfahani atasından icazə alır ki, atacan, mənə icazə ver, gedim İsfahanda, mən mədrəsə dərsi oxuyayım. İmam Zaman Aleyhisselamın tələbəsi olum. Atası da narazı idi. Deyirdi ki, orada pul yoxdur, orada çox əzab-əziyyətdir, çeşmə-çeşlidir bu yol. Həqiqətən çox çeşmə-çeşlidir. Mən Allahın Peyğəmbərindən deyirəm ki, bu qədər çeşmə-çeşli olduğunu bilmirdim. Mən də istəyərdim ki, sizin kimi orada oturum,
adi namaz qılan, onun bir fəhlər bir yerdə işləyib. And olsun Allah bunu ürəkdən deyir. Peyğəmbər minbərindən deyirəm ki, bu yola gəlməzdim. Bu dindarlığa, söhbət dindarlığa getmir, ruhaniyə. O qədər çətindir, o qədər çətindir. Deyir ki, atasının dükkanı var idi. Deyir, atam elə mən üstünə qışqırdı. Acıqlandı ki, otur dükkanda işlə, o yola getmə, çox əzab əziyyətdir. Deyir, mən ağladım, sızladım, bu atamı razı saldım ki, deyir, mən İsfahanın kəndində yaşayırdım, qəsəbəsində, balaca kəndində yaşayırdım. Axır atam razı oldu. Atam razı olandan sonra deyir, mən döşəydi, yorğandı, balışdı, bir əşyalarımı topladım, gəldim mədrəsəyə. 1 gün, 2 gün, 3 gün, 5 gün, 6 gün, 7 gün. Axır bir neçə aydan sonra gördüm ki, yavaş-yavaş çətinliyi başlayır. İsfahana da mən elə qar görməmişdim. 4 aydan sonra atam gəldi, mənim qapımı döydü. Daha doğrusu gözətçi məni çağırdı ki, falan Əbülhəsən, gəl atam səni görmək istəyir. Deyir, otaqda təkəm, nə şamım yoxdur, nə neftim yoxdur ki, qızdırım otağı. Bu İsfahanda olana tətil, gediblər evlərindən, qış tətilindədirlər. Deyir, mən soyuqda, heç nə yeməyim yoxdur, qaranlıqda oturmuşam, atam da gəldi. Deyir, atam da gəldi, gördü bu vəziyyəti, çox pis oldu. Atam başladı yenə məni danlamağa ki, mən bunu deyirdim sənə. Mən bunu deyirdim ki, sənə çox çətindir. Yarımsız qoyma buranı. Dur, gedirik evə. Deyir, mən də başlamışam ağlamağa, nə deyim? Heç nəm yoxdur. Atam gəlib, atamın qabağına deyir, çay qoya bilmirəm. Mədrəsədə. Deyir, mən ağlaya-ağlaya, yavaş-yavaş vəsairlərimi yığıram, yoğandaşımı yığıram, əşyalarımı yığıram ki, gedim. Bir də gördüm, qapı döyüldü. Qapı döyüldü, gördüm, gözətçidir. Deyir, Əbülhəsən, bir nəfər səni bayırda gözləyir. Dedim, ayala, bu qış fəslində kim olacaq mənə? Şəhərdən də cəmaat məni tanımır, atam da gəlir. Deyir, mən ağlaya-ağlaya getdim qapıya ki, görüm kimdir. Gördüm, bir nəfər dayanıb qapıda, bir hündür boylu bir şəxs. Ya Əbülhəsən, niyə ağlayırsan, niyə narahatsan? Deyəm ki, vəziyyət belədir, atam məni aparır evə və mədrəsədə də yarımçı qoyuram dəstərimi, belə vəziyyət belədir. Deyir, get, filan şkafın içində şamlar var, onu oradan götürərsin. Filan yerdə çay var, filan yerdə neft var və bu pulu da al, get biraz bazarlıq elə və atama deyilən ki, biz yiyəsiz deyilik. Biz yiyəsiz deyilik, siz yiyəsiz deyilik. Deyim, mən aldım pulu çıxdım, gəldim sevinə-sevinə, gəldim, döşəyə qaldırdım, şamları oradan çıxdı, nefti oradan götürdüm, başladım işitməyə. Atam deyir ki, bu pulu hardandır? Bu şamlar hardan çıxdı? Filan bəs bu hardandır? Deyirəm ki, bir nəfər gəldi, mənə verdi. Bilmirəm hələ kimdir bu. Hələ mən bilmirəm kimdir bu. Və axırda dedi ki, atıma deyilən ki, Şeyx Əbülhəsən, atıma deyilən ki, biz yiyəsiz deyilik. Atam dizlərini atdı yerə başladı ağlamağa ki, öyle sahibə zaman imiş ki, sənin ki, o səni gəldi, ziyarət elədi. Həqiqətən biz başsız deyilik, əziz möminlər, əziz şiyələr, biz başsız deyilik. Ola bilsin ki, 1 il, 5 il, 10 il, 20 il bir çətinlik yola və bilirsiniz ki, bu axırın da, çətinliyin axırı da həmişə asan olacaq. Mütləq şəkildə iman gətirin bu sözlərə. Peyğəmbər və Ali Peyğəmbər haqqında salavat zikr edin. Allahümmə və ana görürsünüz balası barəsində necə ondan qoruyun onu. Tezə gəzən uşaqları görmüsünüz. Tezə gəzən uşaqlar birinci imeyli yavaş-yavaş durur ayağa. Anası, əl-əfsusa anası düşür dalayacaq ki, mənim balam yıxılmasın. Orada yıxılmasın, başı əzilməsin.
bu cürlə gezir. Bax, imamlarımız da bu cürlədir. Peyğəmbərimiz də bu cürlədir. Bu cürlə keçir ki, biz nə vada səhv eləyək, nə vada qıraq yollara gedək, Əhl-i Beytin yolundan qırağı keçməyək. Vallahi billahi bunu düşünürlər. İmam Zaman bunun əziyyətini çəkir. Və bu cürlədir. İmamlarımız, Əhl-i Beyt əleyhissalamlar bu cürlədir. Və Əlbeyn duasında da bunu oxuyuruq ki, bir yerində bu söz keçir ki, İmam Hüseyn əleyhissalamın ürəyinin qanını belə İslam üçün, Allah üçün verdi. İmam Hüseyn əleyhissalam öz ürəyinin qanının son damlasını belə Allah üçün, İslam üçün fəda elədi. Və özümüzdən müğayət olaq. Özümüzdən müğayət olaq ki, sağ-salamat bir də qəbir evinə çataq. Sağ-salamat. Allah axirətimizi, aqibətimizi xeyirli qərar versin inşallah. Tarixdə çox görmüşük. Çox ruhanilər, minbər əhli axırları yaxşı qutarmayıb. Və bəziləri də başqa yerdə olub, gəlib bunları keçib gedib. Ona görə müğayət olan özümüzdən, imanımızdan. 150 il qabaq Nəcəf şəhərində Şeyx Ənsari adında, baxalar bilir, Şeyx Ənsari elə bir kitabları var ki, indi də bu hovzələrimizdə onun kitablarından dərs keçirilir. İndiyə kimi, 150 il qabaq, 200 ilə çatır, onun kitablarından dərs keçirilir. Və həminki şiə aləmində də tek mərciə təqlid olub. Başqa mərciə təqlid olmayıb. Qafqazdan, bu zonadan, Azərbaycan zonasından, Qafqaz zonasından bir dəstə insan gedir Şeyx Ənsarinin yanına ki, biz şagirdlərimizdən birisini və ya ikisini ayrılın, biz öz məntəqəmizə gedək. Həminki şagirdimiz bizim məntəqəmizdə təbliğ eləsin. Alimimiz yoxdur, tələbəmiz yoxdur. Şeyx Ənsari öz tələbələrindən, burada adını yazmışdım, gözüm də görmədi, Şeyx Abdullah Qəffar Qafqazini, Şeyx Abdullah Qəffar Qafqazini təyin edir, mərciə təqlid olur, özü cavan olmanına baxmayaraq ki, Şeyx, sən sabah bu dəstə ilə gedirsən Azərbaycana və ya Qafqaz bölgəsinə, orada təbliğ edəcəksən, sənin dəstənin tamam bitib və burada sənin işin yoxdur. Maşallah, hər şeyi bilirsən. Və bu da əşyalarını yığır ki, sağollaşır Şeyx Ənsari ilə, dostları ilə Nəcəf şəhərində başlayır əşyalarını yığmağa, sabah yola düşür. Və 2 gün sonra Şeyx Ənsari bunu hərəmdə görür, Nəcəf şəhərində yenə görür. Bir Şeyx, mən səni demədim, biz oraya gedirsən, deyir, yox, gedə bilmədim. Səbəb nədir? Deyirlər, yuxumdur. Yuxusunu başlayır danışmağa. Deyir, mən yuxuda gördüm ki, mən 3 gündən sonra dünyamı dəyişəcəm. Ona görə mən 3 gün gözləyirəm ki, görüb həqiqətən mən dünyamı dəyişəcəmsə, elə məni Nəcəf şəhərində dəfn eləsinlər, başqa yeri dəfn eləməsinlər. Amma bu 3 günü gözləyirəm. Əgər ölməsəm, biləcəm ki, yuxum düzdür, çıxıb gedəcəm həminki məntəqəyə. Yuxu nədir? Deyir, mən dünyamı dəyişmişəm, bir dənə çox gözəl bir bağdayam. Mən deyil, elə bir şey bağ görməmişdim. Oradan mənə dedilər ki, 3 gündən sonra sən bu bağa gələcəksən. Ayın tarixini dedilər mənə. Deyir, həqiqətən çox gözəl bir bağıdır cənnətdə. Allah hamıza nəsib eləsin inşallah. Orada oturub, buradakı məclisləri yadımıza salacaq ki, bəzən də güləcəyik o problemlərə. Burada acığımıza gəlir o problemi, orada güləcək, nə yaxşı səbr elədim, nə yaxşı ki, filan kəsə cavab qaytarmadım, sakit dayandım, səbr elədim. Deyir, çox gözəl bir bağıdır. Deyir, bağı gezdim, axırına çatdım, bir an görüb bir qapı. Qapını açdım, girdim, deyir, mənim bağım, o bağın yanında heç nədir. O bağın yanında heç nə. Bir bağça bağıdır. Deyir, soruşdum, bu kimin bağıdır? Dedilər ki, Şeyx Ənsarinin bağıdır. Maşallah. Deyib, o bağı da gezdim. Şeyx Ənsarinin bağını da gezdim, cənnətdəki bağını. Gördüm, onunla bir qapısı
başqa bir yerə açılır. Açan gördüm ki, bu Şeyx Ənsarinin bağı, onun bağının yanında da kimdirsə, heç nədir. Soruşdum ki, bu kimin bağıdır? Dedilər ki, Şeyx Fazil Dərbəndinin bağıdır. Şeyx Fazil Dərbəndi. Mən də Nəcəf şəhərində onu tanıyıram. Mərsiyə xandır, Roza xandır. Mən dedim ki, öz-özümə dedim ki, belə şey olar. Şeyx Ənsarı hara, elmi hara, təqvası hara, bu Şeyx Fazil Dərbəndi hara. Belə şey olar. Yuxudan ayıldım. Dedim, bu nəsə var, elə evində var ki, çöldə bayırda bu bir şey göstərmir. Dedim, mən getdim şeyxin evinə, icazə istədim. Onlar bir gün sizdə qalın, icazə verdi. Deyir, tez yatdı şeyx. Bu Şeyx Fazil Dərbəndi tez yatdı. Və tez yatdı və sübh azanına yaxın durdu. Hələ azana qalıb, yarım saat, 1 saat. Deyir, yerində oturan kimi başladı ki, Əssəlamu əleyke ya Əba Əbdillah. Başladı hönkür-hönkür ağlamağa. Hönkür-hönkür ağlamağa. Deyir, azan oldu, durdu, dəstəmaz aldı, namazını qıldı. Ondan sonra günə çıxana kimi yenə deyir, Əssəlamu əleyke ya Əba Əbdillah. Yenə başladı hönkür-hönkür ağlamağa. Sonra bildim ki, mənə dedilər ki, həminki yuxuda ki, bu bağı İmam Hüseyin Şeyx Fazil Dərbəndiyə hədiyyə edib. Əhl-i-Beyt bağı cürmədir. Əhl-i-Beyt bağı cürmədir, qardaşlar. Allah bizi Əhl-i-Beyt qapısından ayrı salmasın inşallah. İstəyirəm bugün bir qapıya gedək ki, Babil Həvaicdir. Dünən çox danışa bilmədim. Gedək biz Xanım Rüqəyyənin qapısına. Mən burada ağlamaq üçün demirəm ha. Mən özüm üçün danışam bunu. Və heç kimdən də umuram ki, ağlasın Xanım Rüqəyyə üçün. Mən sadəcə bir dənə qızın həyatını danışmaq istəyirəm ki, Xanım Rüqəyyə 5 yaşında, 3 yaşında, 4 yaşında bu xanım nə əzablar çəkdi. Öz kimin qızı? Kimin qızı? İmam Hüseyin əleyhissalamın qızı. O Nazlı Rüqəyyə. Xanım Rüqəyyə çöl həyatı görməmişdi. Mədinədə, şəhərdə böyümüşdü. O çöldür, ondan sonra atların qabağına qaçmaqdır, ondan sonra qamçılardır, belə şeylər bilmirdi. İmam Hüseyin əleyhissalam Kərbəlaya çatanda, çölü görəndə Xanım Rüqəyyə, bir tarixdə yazırlar ki, Xanım Rüqəyyə qaçdı İmam Hüseyin qabağında ki, atacan, biz də Mədinəyə apar bizi. Bu Kərbəlanı xoşlamadım, xoşuma gəlmədi. Ondan sonra tarixi bilirsiniz və bugün də Məhərrəm ayının 3-üdür. Ömər Sədin də qoşunu bu anlarda, bu saatlarda Kərbəlaya daxil olur. Allah lənət eləsin, Allah əzabını şiddətli eləsin inşallah. Və Xanım Rüqəyyənin bir atadan ayrılma epizodu var Kərbəlada. İmam Hüseyin əleyhissalamın ən ağır anlarından birisidir ki, xeymələrdən ayrılır, öz ailəsindən ayrılır. Və görür ki, at yerimir, Zülcanah yerimir. Bir baxır, görür ki, həminki Xanım Rüqəyyə atın ayaqlarını qucaqlayıb, atasından xahiş edir ki, atdan düşsün yerə. O məzlum Hüseyin, o adamsız Hüseyin düşür atdan, həminki xanım qızı qucaqlayır, öpür, ağrına basır, başını sığal çəkir, danışır və üst tutur həminki qətligahı. Və bir gözü də nədir? Hələ bu qızların üstündədir ki, xeymədə qeyrətli ki, üçün çox çətin. Qeyrətli o kişi üçün çox çətindir.
xanımların xeyməsinə hücum olan, gözünün qabağında. Çox çətindir qeyrətli kişilər üçün. Tarixdə yazırlar, bilmirəm, hansı məktəbdə yazırlar, kitab yadında deyil. O ki, xanım Zeynəb İmam Hüseyn əleyhissalamdan icazə aldı ki, da xeymələr yanır, qızların paltarların ətəyi alov tutub gedir. İmam Səcəd əleyhissalam xanım Zeynəb özündən demədi ya, İmam Səcəd əleyhissalam öz imamına icazə aldı ki, neyləyək? Çadırlarda qalaq yanaq, yoxsa qızlar neyləsin? Deyir, qaçsınlar səhraya. Qaçsınlar səhraya və xanımlar qaçsınlar, balaca qızlar atlar qabağında, bu tikanlar üstə qaçsınlar. Bir yerdə oxumuşdum ki, deyir, hətta bir müsəlman gəlir, həmişə qızın, xanımların, qızlarının paltarının ətəyini söndürəndə xanım Rüqayyə başını, əlini başına tutur ki, məni vurma şeyx. Şeyx, məni vurma. Odur, qızım, mən səni vurmağa gəlməmişəm, ətəyimin, paltarının ətəyini söndürməyə gəlmişəm. Və bu müsibətlə gedirlər Şama. İmam Səcəd əleyhissalamdan soruşurlar ki, sənə ən çox çətin harada oldu? Yəbnə Rəsulullah. Deyir, mənə ən çox çətin Əş-Şam. Deyir, mənə Şam çox çətin oldu mənə. Dil yarası vururdular. İmam Hüseyn əleyhissalamın nazlı qızını bir sizarda saxlayırdılar. Üstü açıq yerdə, xarabalarda saxlayırdılar. Xanım Rüqəyyəyə, xanım Zeynəb deyirdi ki, bayra çıxma mənim balam. Bunlar sənə dil yarası vururlar. Uşaqlı çıxırdı, oradan bir dənə qız, hətta deyirlər ki, çox böyük bir nəfərin qızı olur. Belə də deyirlər ki, küçədən gəlib xanım Rüqəyyəyə bir təam verəndə, bir şirini verəndə bir nəfər demişdi ki, xanım Rüqəyyəyə, xanım Rüqəyyə, mən də dua elə ki, Allah məni sənin günümə salmasın. Xanım Rüqəyyə, xanım Zeynəbin üstünə ağlaya-ağlaya gəldi ki, bibicə, mən nə güzləyəm ki, bunlar mənə belə söz yarası vururlar. Və xanım Rüqəyyənin də başına müsibəti bilirsiniz də, xanım Rüqəyyənin uşağa yemək gətirərlər, uşağa şirin gətirərlər, uşağa bir taam götürərlər və İmam Hüseyn əleyhissalamın atasının kesik başını götürməzlər. İmam Hüseyn əleyhissalamın teşkin içini üstü bağlı başını getirirlər xanım Rüqəyyəyə və xanım Rüqəyyə açandan sonra deyirlər ki, baş bir yana getdi, bədən bir yana getdi, xanım Rüqəyyə bir yana getdi. Xanım Zeynəb yaxınlaşanı gördü ki, xanım Rüqəyyəni bu dərddən, bu qəmdən ürəyi patlayıb. Və tarixdə də yazırlar ki, xanım Rüqəyyəni biz müsəlmanlarda müstəhəbdir ki, bir insan dünyasını dəyişəndə ağ kəfənlə həmişə insanı dəfn edərlər. Bu xanım Rüqəyyə bir ağ kəfən nəsib olmadı. Xanım Zeynəb salamullah aleyhə öz məcərində, öz sadrında onun xanım Rüqəyyəni dəfn elədi. İmam Səcəd əleyhissalam baxdı ki, xanım Zeynəb qəbirdə gec çıxdı, dedi, ay eşitdi ki, ay şimdilərində qoşalanmalı. Ay şimdilərində yorulanmalı. Ələ-ələnətullah, ələ-qavmisa. Rüqəyyə lay, Rüqəyyə lay, Rüqəyyə canlar.